Salam hörmətli izləyicilər. Bu dəfəki videomuzda 9-cu sinif buraxılış şagirdlərinə aiddir əsasən. Çünki 9-cu sinif buraxılış imtahanında təqdim olunan suallardan deməli daha çətin gələ bilən orada məsələ həlləridir. Hansı ki, ya rasional təminlərə gəlir, ya kvadrat təminliyə gəlir. Bu tip məsələlərdir. Ona görə bu videomuzda həmin məsələlərdən nümunələr işləyəcəyik. Bu 8-ci sinif dəstəyidir. Baxmayaraq ki, demək olar ki, topdakı məsələlərdən eyni səviyyədə burada məsələlər verilir 8-ci dərsliyin özündən. Deməli, burada keçid alaq ikinci məsələyə diqqət edəsək, ailəyə keçirdiyi 20 tenis oyunundan 12-sində qalib gəldi. Ümumi 20 oyun keçirilib, 12-sində qalib gəldi. Ailəyə növbəti neçə oyunda dalbadal uduzsa, onun qələbələri 50% təşkil edir. İndi biz neçə oyun uduzmağını bilmirik, neçə oyun uduzmağını bilmirik. Ona görə də burada x yazacağıq, uduzacağı oyunların sayını. Tutaq ki, qalib gəldiyi oyun 12-dir. 12-sində qalib gəlib, neçə dənə oyunda uduzsa, bilmirəm, x oyunda uduzacaq. Həmçinin ümumi oyunda 20-dir, 20-dən də x-ində uduzacaq. Və deyir, bu 50% təşkil edir. Yəni 12 çıx x, 20 çıx x-in 50%-dir. Yəni 50% tapan nə edirik? Bunları 100-ə bərabər olmalıdır 50-yə. Buradan da təbii ki, 100 ilə 50-ni aparırsa bir dəfə, 2 dəfə. Yəni 12 çıx x bölünsün 20 çıx x bərabərdir 1 böl 2, yəni 2 dəfə. Bunları da çarpaz vursaq, biri 20 çıx x-a vuranda eləyir 20 çıx x bərabərdir. 2 də 12-yə vuranda 24, 2-ni də mənfi x-a vuranda mənfi 2x. Deməli, dəyişənlər bir tərəfə, ədədlər bir tərəfə keçirsək, mənfi x sağa gələndə və yaxud da kiçik böyük tərəfə aparaq. Mənfi 2x sola gələndə nə olur? Müsbət 2x. Burada da mənfi 1x var. Ədədləri sağa yerləşdirək. Müsbət 20 sağa gələndə olur mənfi 20. Bir də burada nə var? Müsbət 24 var. Deməli, bərabərliyin sol tərəfində nə qalır? 2x çıx x, 1x. Sağ tərəfində 24-dən 20 çıxanda 4-də. Deməli, neçə oyunda? 4 oyunda dalbada uduzmalıdır ki, deməli, ümumi 50% təşkil eləsin. 50% təşkil eləsin. Deməli, sonra burada ikinci məsələyə baxaq. İkinci məsələmizdə, deməli, ikinci məsələmizdə bizə nə soruşur? Sinifdə 8 oğlan var. 18 qız var. Sinifdə bir neçə oğlan qəbul edildi. Deməli, 8 oğlan var, 8 oğlan. 18 qız var. 18 qız var. Sinifdə bir neçə oğlan qəbul edildi. Bilmirəm, oğlanın sayı 8-dir. Bir neçə nəfər oğlan gəlirsə, oğlan sayı nə olacaq? 8 topla x olacaq. Təsadüfən seçilən bir şagirdin oğlan olması ehtimalı. İndi bu təsadüfən seçilən o şagird bütün sinifin içərisindən seçilir də. Onda bütün sinif nə qədər olur? Birinci bunu bilək. Görək neçə nəfərin arasında seçim aparılır. Bütün sinif təbii ki, oğlan və qızları toplamalıyıq. Deməli, 8 topla 18, bir də topla əlavə neçə nəfər gəlmişdi? Əlavə neçə nəfər gəlmişdi? X nəfər. Bu oldu bizim bütün şagirdlərimiz. Bütün şagirdlərin içindən, yəni seçim bunların içindən aparılacaq da. Seçilənin kim olmasını istəyir? Oğlan olması ehtimalı. Yəni o ümumi şagirdlərin içində neçə nəfər oğlan var? 8 topla x. Yəni mən 8 topla x qədər oğlan seçə bilərəm. Ona görə əlverişli hal olur 8 topla x. Mümkün hal, yəni bütün toplumu götürürük. 8 topla 18, 26 topla x. Bunun ehtimalı budur. Deyir, neçə bərabərdir? 3-də 1. Bərabər isə 3-də 1. Əsasən düşərsiz sual tipləri hələ irəlidədir. Sadəcə başlanğıc olaraq bu məsələlərdən başlayırıq. Çarpaz vuranda biri 26 topla x-ə vuranda elə 26 topla x bərabərdir. 3-ü 8-ə vuranda 24, 3-ü də x-ə vuranda 3x. Yeri dəyişmə eləsək, dəyişəndən bir tərəfə, ədədlər bir tərəfə. 3x-dan çıxıram x-ə, qalır 2x. 26-dan da 24 çıxanda 2. X-da neçə olur? 1 olur. 2-2-yə vuranda x-imiz 1 olur. Deməli, sinifə neçə oğlan qəbul edilmişdir? 1 oğlan qəbul edilir. Sinifə 1 oğlan qəbul edilir. Belə. İndi keçək, deməli, 4-cü məsələyə.
Dördüncü məsələdə bizdə nə istəyir? Dördüncü məsələdə. Deyir 10 ton şirənin 60% meyvə ekstratıdır. Deməli, meyvə qarışığıdır. Bu şirənin 75%-nin meyvə ekstratı olması üçün nə qədər ekstrat əlavə edilməlidir? Deməli, biz tapar görə birinci meyvəmizin daxilində nə qədər şirənin daxilində nə qədər meyvə ekstratı var? Özü deyir ki, 10 tonun 60% ekstratı. Yəni, onun 60%-ni tapacaqsan birinci. Yəni, 10 vur 60 bölü 100. Deməli, burada da sıfırları aparırıq. Deməli, 6 ton ekstrat var. 6 ton ekstrat var 10 tonun içində. Bu şirənin 75%-nin meyvə ekstratı olması üçün əlavə nə qədər ekstrat əlavə edilməlidir? İndi ekstratımız 6 tondur. 6-ya deyir, nə qədər əlavə ekstrat əlavə olmalıdır? Ekstrat 6-dır, bilmirəm, nə qədər ekstrat əlavə ediləcəksə, onda ümumi deməli, həmin bu meyvə ekstratı 6 topla x-dir. Məhlul məsələlərinə bənzəyir də, 10 ton var idi, 10 tonun üstünə bu da artır, məhlulumuz da artır. Olur 10 topla x. Deyir 75% olsun. Yəni vuracam 100-ə, bərabər edəcəm 75-ə. Təbii ki, 100 ilə 75-i ixtisar apara bilərsən 25-ə. 3 qalır, 4 qalır. Burada da 6 topla x bölünsün 10 topla x bərabərdir. 3-ü də 4-ə bölürsən olur 4-də 3. Təbii ki, bunları da çarpaz vuracaqsan. 3-ü 10-a vuranda 30, 3-ü x-ə vuranda plus 3x bərabərdir. 4-ü 6-ya vuranda 24. 24. 4-ü də x-ə vuranda 4x. Hərflər bir tərəfə, ədədlər bir tərəfə. 4x-dən 3x çıxırsan 1x, 30-dan 24 çıxırsan 6. Nə qədər əlavə olmalıdır? 6 ton ekstrat əlavə olmalıdır ki, 75% təşkil eləsin. Məsələ 10-a baxaq. Deməli, məsələ 10-da məsələ 4-ə bax, indi məsələ 5. Deməli, məsələ 5-də diqqət edək. Məsələ 5-də 10%-li 40 qram duz məhluluna nə qədər duz əlavə etmək lazımdır ki, nə alınsın? Biz bunu aşağı çəkək, məsələ tam görünsün. Deməli, məsələ 5-ə baxırdıq. Burada deyim, 10%li 40 qram duz məhlulumuz var. Deyir, bəs buna nə qədər duz əlavə etmək lazımdır ki, 20%li məhlulansın. Yenə bayaq kimi, ekstrat kimi. 10, deməli, bunun içində 10% duz var. Məhlul 40 qramdır. Görək, qramla neçə qram duz var? 40-ın yəni 10%-i duzdur da. 40 vur 10 böl 100. Burada da sıfırları aparırsan, 4 qram duz var imiş. 4 qram bu duzun miqdarıdır. 4 qram duz var. İndi buna nə qədər duz tökmək lazımdır? Yəni duz artacaq, olacaq 4 topla x, duzumuz budur. İstənilən məhlulun qatılığını tapmaq üçün maddənin miqdarı böləcəksən məhlula, vuracaqsan 100%. İndi 4 qram maddəm var idi, duzum var idi. Deyir, nə qədər duz əlavə etmək lazımdır? X qram, bilmirəm. 4 topla x. Bölürəm məhluluna. Məhlul nə qədər idi? 40 idi. İndi x qədər də artacaq. Məhlul olacaq 40 topla x. Duz artırsa məhlul da artır da. Vur 100. Deyir, neçə faiz olsun? Deməli, 20% olsun. Bərabər 20. 20 ilə 100-ü aparırsan, bir dəfə, 5 dəfə. Yenə eyni məsələ həlinə gəlir. 4 topla x böl. 4 topla x bölünsün 40 topla x bərabərdir 1 böl 5, yəni 5 dəfə. Eyni ilə bunu çarpaz vurursan, 1-i 40 topla x-ə vuranda elə 40 topla x, 5-i 4-ə vuranda 20 topla 5x. Bunda hərflər bir tərəf atanda 5x-dən 1x çıxırsan 4x, 40-dan 20 çıxırsan 20. X də bərabər olur 24-ə böləndə 5-ə. Deməli, 5 qram duz əlavə etmək lazım imiş. Deməli, gəldik 6-cı məsələ. 6-cı məsələyə, baxa burada. Məsələ 6-da yenə məhlul məsələsidir.
Məsələ 6-da bizə nə deyir? Getdi, sürüşdü yuxarı, bunu gətirək. Məsələ 6-mız. Deyir 30% və 10% iki duz məhlulu var. Deməli 1 kiloqram 10% məhlula neçə kiloqram 30% məhlul əlavə edilsə 20% məhlul alınır. Deməli biz bilmirik bu məhlulların miqdarını. İlk öncə birinciyə x deyək, birinci məhlul var, ikinci məhlul var. Birinci məhlulumuz x qədərdir, içində 30% nə var? Duz var. Yəni x vur 30 böl 100 qədər duz var. İkinci məhlulumuz y-dir. Demək, onda 10% duzdur. Yəni y vur 10 böl 100. Bunlar duzların miqdarıdır, qramla. Bunlar duzların miqdarıdır, x-lə y məhlulların miqdarıdır. Deməli, 1 kiloqram 10%-li məhlula neçə kiloqram 30%-li məhlul əlavə edilsə 22% məhlula. Yəni 1 kiloqram 10%-li məhlul götürürəm. Heç x, y deməsəydik də olardı. Tutaq ki, 1 kiloqram 10%-dən götürür da burada. 1-in 10%, yəni 1 kiloqram götürəndə onun 10%-i duz olacaq. Burada yazaq bunu. 1-in 10%-i nədir? 1 vur 10 böl 100. Bu da bərabər 0,1. Bu 0,1 nədir? Götürülən o 1 kiloqramın içindəki duzdur. 0,1 kiloqram duz var. İndi bunun duzu bu qədərdir. İndi bu deyir ki, 30%-dən neçə kiloqram götürmək lazımdır? Bilmirəm da. X kiloqram. Daha bu lazım olmadı. Çünki bizə ayrıca özü 1 kiloqram verir. Bunu da bilmirik. Neçə kiloqram? Bunu götürüm x kiloqram. İndi bu x kiloqram götürülsə, içində neçə faiz duz götürüləcək? 30%. Yəni bunun içindəki duz x vur 30 böl 100 olacaq. Sıfırlar gedir. 0,3x qədər duz götürüləcək. Bu da duzdur. Bu da duzdur. Bu 1 kiloqram 10%-nin içindəki duzdur. Bu isə bilmirəm neçə kiloqram götürülür. X kiloqram götürülübsə, onun içində 30% duz gedəcək. Yəni x 30 bölünürsə, götürülənin, əlavə edilənin içindəki duzun miqdarıdır. Deməli, maddəm cəmi nə qədər oldu? Maddə 0,1 üstə gəl nə olacaq? 0,1 üstə gəl 0,3x mənim duzum olacaq. Qarışdırsam da olaraq. Bəs məhlul nə qədər olacaq? Bundan 1 kiloqram götürmüşdük. 1 üstə gələk. Bundan da x kiloqram götürmüşdük. Böl x. Demək, bu mənim nəyim olacaq? Maddə bölünsün məhlulum. Bir də nəyə vurmalıyam? 100-ə vurmalıyam da. Həmişə maddə böl məhlul vur 100. Bərabər olmalıdır neçəyə? 22-yə. Özü deyir ki, 22% məhlullanır. Heç bir şey. Bunda alta çarpaz vuracaqsan, belə yazaq da bunu. 0,1 topla 0,3x bölünsün 1 topla x bərabərdir 22 böl 100. 22 böl 100. Bunu neyirsən? Çarpaz vurursan. 100-ü 0,1-ə vuranda deməli 10 eləyir. 100-ü 0,3-ə vuranda deməli 30x bərabərdir 22-ni 1-ə vuranda 22, 22-ni x-ə vuranda 22x. Bu da belə. Sağ-sol keçirsək 30x-dan 22x çıxırsan. Həmişə balacan böyük tərəfə gəlir. 8x 22-dən 10 çıxırsan, 22-dən 10 çıxanda 12. X-ə bərabərdir 12-dən 8-ə bölünür 1,5. Yəni 1 kiloqram yarım, yəni 1,5 kiloqram o 30%-dən götürmək lazım imiş. Deməli, sonraki məsələlərimiz gələcək. Növbəti videolarda çalışacaq imtahana qədər o biraz düşə biləcək məsələ tipləri, daha çətin sual tipləri işləyək. Məsələn, buraxılış imtahanda şagirdlərə çətin gələ bilən əsas bu məsələdən düşən suallardır da. Qalanlar rahat olur onsuz da. Məsələn, keçən il demək olar ki, eyni bu tip məsələ baxa bilərsiniz. Keçən il aprelin 7-sinə düşən sınav var. Orada həmin 8-ci sinif dərsliyindəki demək olar ki, bu tip məsələdən düşüb. Yəni 8-ci məsələyə baxsaq, keçən ilin 20-ci sualıdır. Ayın 7-sində olan imtahanında. Çox göstərmək olar. Məsələ tiplərin, yəni imtahanda bütün sualları cavablandırmaq istəyən şagirdlər
cavablandırmaq istəyən şagirdlər həm bu sinif dərsliklərində olan məsələləri, əsasən də 8 və 9-cu sinif dərsliklərində olan məsələlər, eyni zamanda toplu birinci hissədəki bir məhsulu təlimlərin kömək ilə məsələ həllərini, eyni zamanda təlimlər sisteminin kömək ilə məsələlərlə işləməkləri vacibdir. Əgər bütün sualları düzgün cavablandırmaq istəyirlərsə. Bu dəfəlik bu qədər, növbəti videolarda davamı gəlir.